Daxil enerji başlanğıc və son nöqtələrin vəziyyətindən asılıdır. Necə gəlməyindən asılı deyil. Ona görə daxil enerjilər bərabər olacaq. Burada AB trayektoriyası 1 trayektoriyası boyunca getsə, A1 hissəsində həcm sabitdir, iş yoxdur. Ona görə ancaq daxil enerji dəyişir. Sonra delta U da bərabər olur V delta P. Müəyyən bir burada dəyişmə. Daha sonra bu hissədə isə P sabitdir, həcm artır. Onda biz bu fiqurun sahəsinə baxmalıyıq. Həmin trayektoriya boyunca gedəndə və işi tapacağıq ondan da. Ancaq 2 trayektoriyası boyunca gedəndə daxili enerjinin dəyişməsi yenə eyni olacaq, amma iş eyni olmayacaq. İş artıq bu fiqurun sahəsi olacaq. Ona görə də birinci ikincidən çoxdur. Çünki iş çoxdur deyə istilik miqdarı da çox olur.